Bağışlayın, icazə verərdiniz mən keçeyim. Məndə bir dənə budur yer. Hə, buyurun. Sağ olun. Mənə baxın, sizin üzvünüzdən növbə biraz da uzandı. Necə? Növbənin belə uzanması məni qane eləmir. Axı əlində bir dənə məhsul idi. İndi hər əlində bir dənə şey olan bizim qabağımıza keçsə, onda gərək burada ömürlük yanaq da. Yaxşı, keçin qabağıma, mən onsa tələsmirəm. Belə olmaz. Mən də razı deyirəm. Sən niyə narazısan? Növbə uzandı, bu da məni qane eləmir. Bir dənə şeyi kassaya vurmaq bir saniyəlik işdir, aydındır? Martin! Martin! Ay Martin, bu neçədir? Bilmirəm, Abdeldən soruş. Hardadır o? Mən nə bilim, çağır da səsli onu. Axı mikrofon işləmir. Gözlə qoy müştərini yola salın, mən eləyərəm. Bu da ali cənablığımızın qiyməti. Yaxşı, mən lap axıra keçirəm. Ürəyiniz yerinə gəldi? Müəllim, xanımın arxasındakı növbə bağlanıb. Abdel 16-cı kassaya tələb olunur. Abdel 16-cı kassaya yaxınlaşın. Yadımdan bir-iki şey çıxıb. Siz bir dənə bu arabaya nəzarət edə bilərsiniz, gəlirəm indi. Yenə nə oldu? Ay Allah, görürsən, harda qaldı bu? Təşəkkür edirəm. Ay xanım, siz nə edirsiniz orada? Gəlin hamı kimi növbədə durun. Gəlin keçin arxadan növbəyə. Mən bunun qabağında dayanmışdım. Soruşun özündən. İndi sizin kimlərin üzündən növbə uzanmalıdır. Yoxsa mən ondan da xahiş edim ki, mənim yerimə dayansın. Üzr istəyirəm, olar mən növbədən kənar keçim. Əşi, siz lap cana yığdınız adamı. Hamilə qadınlara güzəşt edilir. Üzr istəyirəm, buyurun keçin. Ərzaqı çəkdirib üstünə kod vurmaq yadınızdan çıxıb. Bir saniyə gəlirəm indi. Mən gözləyə bilmirəm. Görün nə qədər adam var. Növbəti. Alo. Hə, sənsən? Bu neynir? Axı, belə şey qadağandır. Hə, gələcəm. Adam gərək işini görsün, telefonla daha oynamasın. Bu nə hörmətsizlikdir, cəmat edirsən? Yaxşı, sonra zəng edərəm. Ay, sağ ol. Siz narahat olmayın, olsa bitirib də işini. Mən narahat da deyirəm ki, olsa çıxanda administratora deyəcəm şikayətimi. Siz hələ bir çıxın. Bəxtin gətirmir ha. O növbədə dayanmamısan. Sağ ol. Bir 5 dəqiqədə. Siz hələ buradasınız. Sizə düz növbəni seçmisiniz. Sizin probleminiz var. Görün qabaqda nə qədər araba var. Axı, nə olub, niyə yerimizdə dayanmışıq?
Üzr istəyirəm, zəhmət olmasa məni önə keçirə bilərdiniz. Əlimdə bir dənə şey var. Hə, əlbəttə, buyurun. Növbə uzandı ya. Necə? Mən narazıyam ki, növbə belə uzandı. Axı əlində bir şey var. Hər əlində bir şey olan bizim qabağımıza keçsə, gərək biz burada ömürlük dayanaq da. Yaxşı, yaxşı, keçin qabağıma, mən olsa tələsmirəm. Əla. Siz bağışlayın, amma siz gərək ayrı cərgədə dayanasınız. Sürətli növbə, yalnız ondan az məhsul üçün. Necə yəni heç nə almadım? Bəs mən indi necə edim? Necə piş düşəydim? Salatı necə hazırlayım? Sən narahat olma, pizza alıb gəlirəm.